təmiz qız axtarır bu. Təmiz qız nə deməkdir? Nə deməkdir? O təmiz qız Ya, nə demək? ümumiyyətlə, Instagramı olmayan, telefonu olmayan təmiz qız sayılır. Yox, deyirsiniz, yəni psixoloq qızlarımız yaxınlaşmaq. da evlənmək 90-cı istəmir, illərə elə qədər, oğlanlarla. 90-cı Evlənmək illərə, istəmirlər 90-cı qızlarımız. illərin sonuna qədər psixoloqa gedib evlənən var idi. Boşanma var da, var idi. deməli, indi Yox, ehtiyac var. deyirsiniz, psixoloqa evlənənlər psixoloqa getməlidir. Bu Əzizim, mən 28 ildir evliyəm. Məndən soruşsanız ki, 28 ili necə yaşamısan? İnanın ki, bəlkə də cil-cil, ton-ton kitab yazmaq olar mənim həyatımdan. yox, bu Yaxşılığa məsələnin doğru, həlli pisliyə doğru. psixoloji həll olan Həm məsələ deyil. yaxşı olub orada, həm pis olub, həm qurbanlıq olub, həm əzilmə olub. Yəni hər hamının şey həyatı olub. kimi Mənim də. hüquq diplomum batıb. Məni qoymayıblar işləməyə. Mən 15 ildən sonra başlamışam işləməyə. Vəssalam, bizim psixologumuzun psixoloqa ehtiyacı oldu Bəli, deyə. Mən də hörmət bəli. Yəni, demək istəyirəm ki, indiki gənclər bizim kimi yaşamaq istəmir. Heç kimi terpet eləmək istəmir. Biz idioterpet eləyək. Ona görə də indi gənclər psixoloqa göndərilməlidir.